ancaq Məhəmməd ümmətinə verilən xeyirdir ki, buna görə səcdələ də ağladı ki, Allah həmd olsun ki, Allah Teala müjdəni aldı. Niyə? Ümmətin fikirləşir ki, dərəcəsi üstün olsun. Bir salavata 10 salavat. Sonra 10 günahı bağışlanar. Sonra 10 dərəcəsi artırlar. Subhanallah. Ona görə nə deyil? Salavat, qardaşlar, artırmaq lazımdır. Uca Allah Teala sonumuzu gözəl eyləsin. Uca Allah Teala bizləri salavat zikrində müvəffəq eyləsin. Saxavi qeyd edir bəzi o salavat barəsində. Deyir ki, bir nəfər var idi sahillərdən birisi, bir Peyğəmbərimizə uşaq vaxtdan salavatla böyümüşdü, deyir. Gündə, gün ərzində deyir, yəni təxminən deyir, saymaq olar, belə saymağa ehtiyac yox. Dilinlə düşürmə, Allah dərgahına yazılır. Gün ərzində 10 min, 15 min dəfə dilindən düşürməzdi, deyir. Addım atır sallallahu aleyhi ve səlləm. Deyir, gün ərzində 10-11 min nəfədən dilindən düşürməzdi, deyir, salavatı. Öləndən sonra deyir, dostu deyir, yuxuda gördür ki, mə fəalallah bik. Allah sən necə müamilədir? Deyir, Allah bütün günahlarını bağışladı, deyir. Salavata görə, subhanallah.